Nəşi 9 ay yarımdan sonra tapılan Əkbər Pənahov 1990-cı il avqustun 12-də anadan olub. O, orta təhsilini Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra atasının yolunu davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq təhsilini orada davam edir. Təhsilini bitirdikdən sonra zabit kimi Lənkəran şəhərində en sayılı hərbi hissədə xidmət edir. Daha sonra isə Ağcabədi, Füzuli, Murovdağ zirvəsində xidmət göstərib. O, daha sonra Şəmkir rayonunun Seyfəli kəndindəki en sayılı hərbi hissədə maddi-texniki təminat və təchizat bölüyündə xidmətini davam etdirib. Kapitan Əkbər Pənahov 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 27-sində Murovdağ döyüşləri zamanı itkin düşüb. Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 2021-ci il iyulun 10-da nəşi tapılıb. Əkbər Pənahov 2021-ci il iyulun 12-sində təntənəli mərasimlə hərbi memorial məzarlıqda dəfn edilib. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə Əkbər Pənahov ölümündən sonra Vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.